Bunu necə yaza bilərdik? Strukturumuz və yaxud belə deyək, saytımız bu formada olmalıdır. Gedirdim, kartım var. Bu niyə burada? Hə, çünki ayrı üzərlərdir. Okey. Gəlirəm bunu yazmaq üçün. Baxıram ki, mənə bir dənə konteyner lazımdır, bir dənə kart lazımdır, bir dənə navbar lazımdır. Hə, indi sizə uşaqlar yüngülvarıca strukturu göstərirəm. Səliqəli olsun deyə biz source faylının içində komponent yaradırıq və bütün komponentlərimiz bunun daxilində olur. Ehtiyaca görə hər bir komponentə özəldə bir fayl yaradırıq. Yəni aysa navbara navbar, nə bilim, A yaşa, 2 CSS falan. Necə? Bir dənə səhifə olmaz, 5-6 dənə səhifə olmaz. Onlara uyğun da yazılacaq struktur. Onda bir dənə page folderi yaranacaq. O page-ə uyğun bölünəcək. O page-ə konteynerin navbara. Bəli. Yəni bir neçə cür navbar varsa da, navbar variation 1, variation 2 misal üçün atıram və yaxud elə çətin bir şey deyil, əksinə. Komponentdə gedirəm, kart olsun. Diqqət edirsinizsə, yaratdığım sadəcə folderdir, ha. Başqa bir şey eləməmişəm belə. Navbar və konteyner. Bu komponent bizim əsas səhifəmizin komponentidir da, mən eləmirəm. Hələ ki səhifə yoxdur. Bizim hələ ki bütün səhifələrimiz bir dənə olacaq. Bizim çoxlu səhifə yazmaq üçün ayrıca React Router DOM paketi var, onu yükləməliyik. Amma bununla da, yəni əslində özümüz də custom yaza bilərik. Yəni hansısa əlavə paketsiz. Yaxşı, kartın içindən gedirəm. Hə, uşaqlar indi bunu göstərirəm, bunu yadda saxlayın. Bəzi yerlərdə elə birbaşa kart.js yazırıq ki, extension'da rahat tapsın. Amma misal üçün mənim iş yerimdə bizə belə qadağan idi. Index.js yazmalıydıq hamısının adını. JS yoxsa JSX? JS. Yəni JSX də okeydir, yəni fərqi yoxdur da. Amma adı index olmalıydı hamısının. Çünki yəni qayda idi ki, hamısı eyni cür olsun, səliqəli. Zaten folderin adı buradadır, burada var. Yəni yenə işlədiyiniz yerə görə bunu baxırsınız da ki, strukturu necə istəyirlər, proyekt inləyənə kimi necə yazılır, siz də onların qayda qanununu uyğursunuz. Yəni, okey, bu formada yaza bilərik. Kart.js-in içini formada gəlirik, kart.js-ini yazırıq. Hətta bunu JSX eləyək ki, avtomatik olan yerlərimiz, avtomatik yazılar gəlsin, H2 falan. Container JSX RFC deyirəm, avtomatik yazır və biri eksport olduğu yerdə eləyir, aşağıda daha səliqəli olur, həm də işte memo istifadə eləməli olsaq daha rahat eləyirik. Yəni RFC yazdım belə olur, RFC E yazdım belə olur. Eyni şeydir, sadəcə bunu götürüb bir dənə bura atır. Amma bu yazılış daha yaxşı. Deyə bilərsən ki, daha uzundur, amma burada bəzən başqa şeylərə ehtiyacımız olur. Ona görə bu formada yazın. Amma o birisi də səhv deyil, yəni. Zaten eyni şey gəldi çıxır. Yenə proyekt yazılışından asılıdır, yəni. İşte, hətta ola bilər ki, adamlar belə yazır. RF yəni, defaultsuz, bunsuz belə yazır. Belə də işləyəcək, hə. Yenə proyekti necə davam etdirirlər. Sadəcə artıq eksportlar fərqli olacaq. Okey, navbarı da yazdım, bitirdim. Vso, indi mən strukturuma əsasən nə lazımdır? Buradan gelib işləyirəm. Navbar, navbar, avtomatik gəlir. Konteyner, konteyner. Hə, amma kartları harada yazıram uşaqlar? Ay, sağ ol. Bunun da içinə yazmaq olur uşaqlar, amma belə yazsaq işləməyəcək. İndiki vəziyyətdə bunu keçəcəm, necə yaza bilərsiniz. Prop children var, bunun vasitəsilə
yazacaq. Niyə? Onu ayrıca yaratmasın. Nəyi? Ayrıca şey yazmasın. Yaratmışam. Konteynerin kart şey olmalı. Bəli. Bu formada artıq strukturum hazırdır. Hə, indi bu iki extensionu siz yükləyin. Birincisi Pass Intelligence-dir. Aysa. Yox, gətirəcək yox. O çox sizə faydalı olacaq şəkilləri falan gətirməkdə. Bunu yükləyin. Bundan sonraki extensionlarımız React Extensions. Bunu Google-a yazarıq uşaqlar. Bu web extensiondur. VS Code extensionu deyil. Baxın, React Developer Tools gəlir bura. React Developer Tools yazın. Bunu Chrome-a əlavə edin. Görəcəksiniz. React Developer Tools extensionunda işimizə yarayır. React proyektə baxırıqsa, React proyektə inspekti açanda artıq bizə burada bizim default menyularımızla yanaşı Components və Profiler da gəlir. Components-ə klik eləsək, burada artıq bizim proyektimizin strukturunu verir bizə. Ki, bax, arxada bir ağac yaranan, tree. App var, app'in daxilində navbar var, navbarın daxilində konteyner var, konteynerin daxilində kart var. Navbarın daxilindədir yoxsa app'in daxilində? App'in daxilində. Onlar app'in daxilində. Hə, biz o konteynerin navbarın içərisində seyləsək, əslində nəfərə baxanda navbarın içində olur da konteyner. Müxtəlif CSS üçündürsə, bəli. Amma CSS üçün zaten klass veririk də. Yəni tek kimi olmasının bir adı yoxdur. Konteyneri section kimi düşün. Mən də indi o navbar içərisində konteynerləri import edəcəm da belə o konteyner. Hə, o sən dediyin konteynerdirsə, hə. Hə, mən dediyim konteyner. Ki, yəni CSS üçün olansa orada olmalı. Gəlir. Okey. Uşaqlar, bunu eləyəndən sonra bir dənə CSS-ini də qutarım, sonra baxacam hamınızı. Hə. Bunun CSS-ini əlavə edə bilmək üçün gəlirəm artıq. Hə, əsas məsələ. Baxın, React-da proyekt hər şey, amma hər şey gedir indeks HTML ilə bağlanır deyə. Bizim, baxın, bu CSS-ə yazdığımız, burada heç nə yoxdur ki, import falan. Tərtəmizdir. Amma bunlara da təsir edəcək. Çünki eynən bir dənə HTML var, bir dənə HTML-ə nə birləşər? Yəni 10 dənə CSS birləşsə fərqi yoxdur. Bütün bir komponentə, yəni burada necə dənə CSS yazırsınız yazın, fərqi yoxdur. Birinə yazılan hamısına təsir edir. Necə yəni? Gəlin indi bu kartda indeks CSS yaradıram. Solid, black. Nerede olsun? 200 piksel biraz. Okey, 200 piksel. Background coloru da red değil de green idi zaten. Neyse. CSS-dən CSS-in adları eyni olmalıdır, bilən tanınması üçün. Xeyr, ürəyimiz istəyən adla bilər. Hətta bunlar belə ürəyi istəyən adla bilər. Bu kartın yerinə ABC belə yaza bilərsən. Əsas bu kartın içindəkidir. Bunun adı düz olsun. Hə, amma niyə belə yazırıq? Səliqəcə. İmport edəcəsi də bu. Ki, yəni, hə, açsaq. Import eləyəcək, amma eləməsək də işləyəcək, görəcək. Davam eləməyək də üstü. Yox, vacibdir. Səliqə və idarə etmə cəhətdən vacibdir. Buradan indeks CSS gəlir. Məsələn, kartada kart kimi import edəcəm. Gəlir, amma işləmir. Niyə işləmir? Çünki apalıq səni qoymamışıq. Qoymuşuq. Əsası yoxdur. Eyni. Diqqət edirsinizsə, burada ad artıq classla deyil, class name-lə yazılır. Okey demək? Klassla işləyir. Yəni React yox. React bizdən belə istəyir. Burada kart yazırıq. Mən klasla da işləyirəm. İşləyir, düzgün deyil də. Orada warning-dən falan çıxartmalıdır, aşağıda sarıdan falan çıxartmalıdır. Ki, class name yazın. Çünki React bizdən bu formada istəyir. Hə. Baxın, nədir? Burada yaşıl gətirsə də, yəni
İlk baxışda işləyirlər ki, səhv kimidir. Sual var burada bağlı. Yəni bir dənə importu görürük təzə başqa işlə. Hə. Mən bura bir dənə də misal üçün font size özəlliyi verəcəm bu karta. Və bura deyirəm ki F12. Bu font size 120 piksel olsun deyə və ya 12 piksel olsun. Yəni belə klassda, amma bunu gəlirəm app CSS-də yazıram. Tam aidiyyətsiz bir yerdə, heç import da olunmuyor bana. Götürəcək də sürgəsini. Klassına görə. Bəli. Xeyr ola, sən karta import olunmamısan, bir şey eləməmsən. Sən hardan gəlib çıxırsan? App öz konteyner. Bu ki, appə import olunub. Fərqi yoxdur, appə import olunmazdı. Tam əlaqəsiz olan navbara import olunardı. Heç bir-birinə əlaqəsi də yoxdur, düzdür? Bunlar ki, sonda bir dənə HTML-ə birləşir. Main CSS kimi düşünə bilərik. Bir də saniyə. Bunun yolu artıq başqa deyə uşaqlar. Hə. Eynən, əslində elə fikirləşmək olar. Amma elə də elə yadda saxlamayın ki, bunker kimi olmasın da dərk edin. Normal yazılışı biz əvvəl yazılır olmalıdır. Belə niyə yazılır? Buradan 2 nöqtədir. bir əvvələ çıxmadı. App CSS. Baxın, tam əlaqəsiz bir yerdən navbardadır, amma navbardan belə buna təsir edə bilər. Yəni bizim yazdığımız CSS yerindən asılı olmayaraq bütün komponentlərimə təsir eləyər. Çünki sonda uşaqlar bunların hamısı bir dənə HTML-ə birləşir. Ona görə yadda saxlayın CSS-lərin idarəməsi O CSS indeks HTML-ə birləşir. həmişə. Ona görə də yəni heç nə yox. Eyni yerdə həm deyək ki, section'ın birində konteyner yaz, həm navbarda konteyner yaz. Tam biri qırmızı olsun, biri yaşıl. Bir-birlərinə qarşılayacaqlar, ikisindən biri olacaq rəng olaraq. Yəni bunların adlarına mütləq fikir verməyə lazımdır uşaqlar ki, eyni olmasın. Yaxşı, bəs düzgün işləmə qaydası necədir? Burada düzgün işləmə qaydası hər birinə özəl, hər bir papkanın içində kartını yaratdım, CSS-i burada. Navbarınki də həmsinin. Yəni hamısına özəl yaradıram, bura import, özünə import eləyirəm. Niyə belə yazırıq? Səliqə cəhətdir. Başqa heç. Yaxşı, amma nəyə diqqət eləməliyik? Adlar əsla eyni olmasın. Müəllim, Hə. o indeks CSS var abi, yalan. İndeks CSS? Bəli. Bu biz FCS hamısı sayılmışıq, müəllim, vermişik. Hansı FCS? Bəs kartlara vermişik müəllim. Konteyner içində. Əsas indeks, body olan indeks. Bəli. Body indeks. Bu body kimi düşünmə də. Ümumi indeksdir. Başlanğıc indeksdən gedir, hə. Sonra app hansıdır bəs? App də ondan bir sonra. Amma ya app olmaz, bura bir dənə başqa bir şey də yaza bilərəm ya. App də sadəcə adı appdir. Yoxsa belə Belə düşünək də, app yerdə qalan bütün səhifələri özündə saxlayır. yox, düşünmür. Yox. App sadəcə bir komponentdir. Yəni prosta əsasən app-dən başlayırıq deyə biz də app-dən başlayırıq. Yoxsa ya app-i dəyişərəm, başqa bir şey eləyərəm, bəli. CSS-ni girə bilərsiniz. CSS-də burada. Bu özü İndi mən Klas indeksin deyimindən çağırmıram ama. hə, klas neyim? Kart gəlir, buradan gəlir. app'in CSS-ni necəm ki, display flex saxlar center, onlar center gətirəcək. Gətirən oldu, onun əsas o. Belə bu. Yəni belə deyək, əsas o deyə bilməzsən də ona, yəni sadəcə CSS ona təsir edir. CSS-dir bu dəqiqə. Amma ayrı rəsm yapmışdı, değil mi? Hə, səliqə cəhətdən. Amma yenə deyirəm, mütləq adlara fikir verin. Gələrsiniz burada kart yazarsınız. Sonra başqa yerdə də kart yazarsınız. Bir-birinə dəyəcək. Düzdür? Inspektdən baxanda görəcəksiniz ki, birinin üstünə xətt çəkilib. Oradan yəni söhbət tutmalısınız ki, overwrite məsələsi var. Hardasa eyni adı vermisiniz. Başqa yollar da öyrədəcəm, əsla qarışmayacaq. Amma hələ ki bildiklərimizdən belə. Okey, sual varmı? Yəni qısası heç eyni adları vermə və hər birinə özəl papka yarat. JavaScript-i, CSS-i, JavaScript-i, CSS-i.
və bu formada da import eləmək olar. Gəlirəm indi navbar üçün yazıram. Yəni hamısında eyni şey olacaq uşaqlar. Ona görə bunu elə kopyalayıb bura atıram. O indeksi ayrı tanıyır, o birisi ayrı tanıyır. Çünki hər biri özündən, çünki yeridir də. Mən olan yerdən düz qonşum. Hamısının qonşusu ayrıcadır. Okey, bu formada hər birinin sessiyasinə əlavə elədik və gedib klasslarını da yazıram. Dost, klass neyimlərini yazıram. Color, şurada olsun. Seçim oldu, daha neyse. Bu var deyə şey deyir. Okey. Navbarda da işte navbar. Okey. Bu formada uşaqlar, yəni buna bənzər yazmış olduq. Hə. Bütün hər yeri eləməliyik. Necə eləyərik? Yəni ürəyim istəyən yerdə body yazaram. Background'unu dəyişərəm. Amma bu doğrudurmu? Məncə siz rekorda açmaqsınız. Açmışam. Yox. Hə. Burada body'ni yazıram. Background color yellow deyirəm. Görüntünü alıram. Amma bu düzgündürmü? O hansı eyni şey? Niyə? Ki əl, niyə? Hə. Hamıya aid olur. Yox, body tag onsuz da bir dənə olur da, ona təsir edir. Hemen navbara verin. Siz onu navbara option oturacaq. Navbara verməyib. Onu izah edirəm də ki, bura birinə yazılan hər yerə təsir edir. Yox, buna görə deyil. Yox, bax bu kod işləyir. İstədiyimi almışam. Kod cəhətdən səhv yoxdur. Bunun yeri cəhətdən səhv var. Yəni ki, ay sağ ol. Yəni navbarın sessizində bunun nə işi var? Kod işləyir, hər şey doğrudur, amma struktur cəhətdən yanlışdır. Yəni bunun yeri bura deyil, app CSS-dir. Yəni buradır, bəli. Ay sağ ol. Hə, indiki vəziyyətdə yaza bilərik, sonra göstərəcəm. Amma hə, yəni burada yaza bilərsin. Sual varmı? Okey, sual yoxdur, onda bayaqki taskı bir də yazın. Diqqət eləyin. O siz yazdığınız struktur signal page aiddir. Necə? Tək Yox, demək olar hamısında eyni şeydir. Sadəcə folderlər artacaq bundan sonra. Struktur olaraq çox oxşar bir-birindən. Orasını göstərsək. Bir saniyə. Yox, bir dənə ayar göstərirəm. Auto save, at save. Bir saniyə. Aşağıdakı hissə settings. Buradan format on save checkbox qoy ki, avtomatik format dokument eləsin. Bread yerim varsa.